İtalyanların çox istifadə etdikləri ən məşhur ifadələrindən biri də madai ifadəsidir. Bu ifadəni müxtəlif kontekstlərdə, müxtəlif mənalarda emosiyalarını biruzə vermək üçün istifadə edirlər. İfadənin ən çox işlənən mənaları ilə bir neçə nümunədə tanış olaq. Məsələn, təəccüb, inamsızlıq mənasında. Ieri ho incontrato Monica Bellucci per strada. Madai, burada ola bilməz, inanmıram kimi tərcümə oluna bilər. Məsələn, digər bir mənada, bəsdir, yetər mənasında. Ti stai ancora lamentando della tua vita? Ma dai, non essere così pessimista. Və yaxud da motivasiya vermək üçün, kimisə ruhlandırmaq üçün madai ifadəsindən istifadə edə bilərik. Bu zaman narahat olma, yaxşı olacaq, əşi, boş ver kimi tərcümə oluna bilər. Sono molto preoccupato per il colloquio. Ma dai, sarà un successo più di quanto ti aspetti. Və digər bir halda yumora reaksiya vermək üçün, zarafata cavab vermək üçün, ciddi deyilsən, eləmi kimi mənalarında da madai ifadəsindən istifadə edə bilərik. Məsələn, non lavorerò più, penso solo a mangiare e dormire. Ma dai, vedremo.